Salam əziz idmançılar və idmansevərlər. Bugünkü bizim mövzumuz etika və etiket qaydaları haqqındadır və buna görə də bizim qonağımız var. Qonağımız da Etika Akademiyasının təsisçisi, həmin müəllimi, orada özü də tədris edir. Günel İbrahimdir. Günel xanım, xoş gördük sizi. Çox xoşdur. Bugün sizlə bu barədə biz həmsöhbət olacağıq. Təşəkkür edirəm Anar bəy, dəvətinizə görə. Mən də verilişlərinizi izlədim, çox maraqlıdır. İnşallah bizim verilişdə maraqlı olar. İnşallah. Günel xanım, əvvəlcə ondan başlayaq ki, baxın, bayaq biz qeyd elədik ki, siz Etika Akademiyasının təsisçisiniz, həm də özünüz orada fənlərdən dərs keçirsiniz. Bu haqqında danışaq. Sizin keçdiyiniz dərslər nə barədədir? Ümumiyyətlə, bunların əhəmiyyəti nədən ibarətdir? Etika Akademiyası 10 ildən artıqdır fəaliyyət göstərir və bizim 20-dən artıq müəllimlərimiz var. Etiket mütəxəssisləridir, illərdən yetişdirmişik. İxtisasım hüquqşünasdır mənim, əslində, kriminalistəm. Nə gözəl. İkinci ixtisasım idarəetmədir. İngiltərədə idarəetməni oxuyub və ölkəyə geri qayıdaraq etika, mədəniyyətin bütün sahələrdə çox önəmli olduğunu, istər hüquq müstəvisində, istər xidmətdə, istər dövlət qulluğunda və yaxud da ailə institutunda çox önəmli olduğunu görərək məsələnin fundamentdən həll etməyə cəhd göstərən bir mərkəzik. Təlimləri veririk, təbii ki, ailə daxili mədəniyyət, etiket, masa arxası, ailədə kiçik, böyük, uşaqların davranışı, valideynlərin çətin uşaqlarla davranış qaydaları, ən çox sorğu bizə gəlir şirkətlər tərəfindən, korporativ etika, işçi rəhbər münasibəti, müştəri məmnuniyyəti, dress code, işgüzar nitq mədəniyyəti, bu barədə təlimlər veririk. Və xüsusi insanlar var, deyirlər ki, Günel xanım, çoxsu da ziyalıdır. Bizə müraciət edənlərin əksəriyyəti çox mədəni insanlardır və daha da xaosun idarə edilməsində əlavə mən necə etik qala bilərəm? Qoy yorğunluq mənim nəzakətimi əlimdən almamaqdan ötürü mən nə edə bilərəm kimi məşqlər var. Buna ağıl gözəlliyi deyirik, neuroestetika. Bu biliklərə də qoşulanlar var. Müəyyən bir yaşdan sonra yorğunçuluğu və müəyyən stressi icazə vermirlər ki, həyatın digər hissəsinə yansıtsın. Məsələn, işdən gəlib ailəsində qıcıq hissi yaranmasın və yaxud da ailədə yaxşıdırsa, problem varsa, işə gəlib onu yansıtmasın. Ən çox bu biliklər dövlət qulluğunda olan insanlarla, ünsiyyətdə olan insanlara lazım olur. İnsanları yorur. Bəzən o qədər hər kəs problemləri ilə məmurun yanına gəlir. Günə bir 20-30 problem çözür, gedir evdə məsələlər çözür və insan yorulur. Və o negativi evə aparmır. Bu xüsusi məşqlər var. Neuroestetika və neuroetika elmidir. Ağıl gözəlliyi haqqındadır. Hadisələri olduğu kimi görmək qabiliyyətidir. Bunun üçün xüsusi beyin məşqləri var. Yəni, insan bir məsələ baş verəndə öz yorğunluğunu, kompleksini, təcrübəsini hətta, keçmişdəki başına gələnlərini yansıtmadan hadisəni qiymətləndirə bilsin. Və burada kognitiv düşüncədən istifadə edirsiniz. O da bir hissənin biridir. Kognitiv düşüncə bir hissədir. Xüsusi vərdişlərdir, neurovərdişlərdir, aerodotika elmidir, texnika məşqlərdir. Beynin fitness zalı barmağın ucundadır, Anar bəy. Yəni siz beyninizi məşq eləmək istəyirsinizsə, barmaqların ucunuzda həmişə məşqdə olacaq. Ən azı bir-birinə belə vura bilərsiniz. Günə 3-4 dəqiqə ərzində siz bu məşq eləsəz dayanmadan, asan görsənsə də, bəli. Və bunlar nəyin şəkildə? Yaddaşınız güclənəcək. Sizin unutqanlığınızın %70-i, %80-i həll olunacaq. 7 dəqiqəyə çatdırsanız 100% unutqanlıq məsələsi həll olunacaq. Nə gözəl. Bizdə zaten zərbələrlə bağlı görürsünüz, yaddaş pozuntusu olur, ya görürsünüz zəiflik olur. Elə bunlar yəqin ki, onu bərpa edər. Çox yüksək nəticələr verib bizdə. Həm idmançılarla biz illərdir işləmişik, qazilərimizdə bunu tətbiq etmişik. İnstituta daxil olan gənclərimizdə internat uşaqlarını ildə birinci dəfə ali məktəb ocaqlarına daxil edirik. Onlara bunu öyrədirik ki, asan öyrənmə qabiliyyətinə sahib olsunlar. Dünyada bir çox bacarıqlar var. Yəni, mədəni insan olmaqdan ötürü müəyyən bacarıqlara sahib olmaq lazımdır. Biri də asan öyrənməkdir. Çünki dünya görüşünün artırılması üçün kitab oxumalıyıq, insanların adlarını yadda saxlamalıyıq, ona verdiyimiz sözləri yadımızda qalmalıdır. Bunun üçün asan öyrənmə qabiliyyəti üçün hafizə, yaddaş, zəka gərəklidir. Məsələn, bir çox insanlar ağılla zəkanı qarışdırırlar. Zəka ona deyilir ki, sizə verilən milyonlarla məlumat içərisində gün ərzində minlərlə olsun, sizə gərəkli olan və sizdə tətbiqi gərəkli olan məlumatı seçəsiniz. Yəni, zəka seçmək qabiliyyəti olandır.
Ona görə savadlı olmaq bəzən ayrı bir haldır. Zəkalı olmaq ondan bir mərtəbə üstündür. Öyrəndiyin bilikləri harda və necə tətbiq edəsiniz. Bəzən bir çox savadlı insanlar görürsüz ki, əslində həyatda bəzən aciz qalırlar. Nə şöhrətləri, nə o qədər böyük pulları, nə də böyük hüzurları olur. Yanlarında həyat yoldaşları və ya da köməkçiləri olmasa, çətin olar onlar üçün o savadla həyatda qalmaq. Buna görə də bəzi biliklər çox önəmlidir ki, insan özünü təşkil edə bilsin. Tamamilə doğrudur. Günel xanım, az öncə sizin akademiyaya müxtəlif sahədən insanların gəlməsini, hətta evdəl insanlar, uşaqlar, böyüklər də müxtəlif yaş dövründəki müxtəlif statuslu insanlar gəlirlər. Gəldiyini qeyd elədiniz. Mənim üçün çox maraqlıdır. Bunların içində idman sahəsindən gələn insanlar var. Bəli, bir çox federasiyalar, indi adını çəkə biləcəyim, kickboxing federasiyası məsələn, bir çox digər indi yadıma düşməyən federasiyalardan olan gənclər idman qabağı stresin atılmasından ötürü, stresə davamlılıq üçün gəlirlər və hal-hazırda biz Milli Olimpiya Komitəsi ilə də müqavilə bağlamışıq və gəlir, bəli, həm komissiya üzvlərinə, bundan sonra da Olimpiya oyunlarına hazırlaşan gəncləri də nitq mədəniyyəti üzrə hazırlaşdıracağıq. Çünki efir fərqlidir, təbii ki, ringdə peşəkar ola bilər. Efir, danışmaq, nitq mədəniyyəti, öz qələbəsini dünyaya bildirərək və çağırışlar edərək gərəkli gəncləri gözəl həyata, doğru hərəkətlərə çağırmaq idmançının missiyasından biridir. Məsələn, necə ki, həkim yalnız ödənişli həkim deyil, yəni 9-dan 6-ya kimi həkim olmur. O evdə olanda da gecə onu çağırsalar, qonşusu o mütləq insanı xilas eləməlidir. İdmançıda da o pozisiya var. İdmançı da yalnız özünün medalı üçün vuruşmur. O həm də özü ilə böyük bir fanat toplusu olduğuna görə ona fanatlıq eləyən, onu sevənləri doğru yola, daha sağlam, düzgün vərdişlərə, öz səhvlərini olsa belə, öz səhvlərini danışaraq bunu etmək olmaz kimi böyüklüyə sahib olmalıdır. Çox gözəl açıqlamalar verirsiniz Günel xanım. Gəlin əvvəlcə ondan başlayaq ki, İdmanda etika, etiket qaydaları nədən ibarətdir? O necə tətbiq olunur ümumiyyətlə? O qədər genişdir ki, mən bu sualı verəndə, yəni ki, gözləyəndə ki, belə bir sual olacaq, inanırsınız ki, düşünürdüm, yəqin ki, 1 saat, 2 saat bəhs eləməz önəmliliyi haqqında. Bəlkə də o filmlərdəki kimi qısa misallarla başa sala bilərəm. Nə qədər önəmlidir. Yadımda qalanlardan ən vacib məqamlardan, məsələn, futbol sahəsində Kanyo var, Paulo Kanyo. O rəqib qapıçısının qolu əli zədələnmişdi və boş qapıya ola-ola o zərbəni qolu vurmadı. Əlin qaldırdı və dayandırdı oyunu. Çünki qapıçının qolu zədəli idi. Rəqib qapıçısının qolu zədəli idi və boş qapı idi. O qolu vurmadı. Əlini qaldırdı və oyunu dayandırdı ki, bu etik deyil, qapıçı yaralıdır. Və bu nöqteyi nəzərdən hətta FIFA ona, səhv eləmirəmsə, fair play mükafatını da verdi bu etik davranışa görə. Vura bilsəydi qəhrəman olacaqdı, 1-0, 2-0 önə keçəcəkdi, amma rəqib qapıçısının qolu zədələndiyinə görə qapıda dura bilmədiyini nəzərə alaraq o qolu vurmadı, dayandı qapıda. Bu böyük bir mədəniyyətdir. Yadımda və mənə gözəl təsir edənlərdən biri atletlərdə də olmuşdu. Kenyalı bir atlet var, demək Mutai, səhv eləmirəmsə Mutai. O finiş zolağına çatır, amma səhv salır finiş zolağını, daha tez dayanır. Arxasından qaçan digər atlet İspaniyalı Ivan Fernandes idi və Fernandes onu keçə bilərdi, keçmədi. Onu itələdi ki, səhv durmusan sən, biraz irəli get. Və təbii ki, sual verəndə Ivan Fernandesa ki, siz bunu niyə elədiniz? Qalibiyyəti əldə edə bilərdiniz. O dedi ki, mənə uğurlanmış qalibiyyət lazım deyil. Bu böyük bir mədəniyyətdir. Bilirsiniz, bayrağı qaldırmaq olar iradəvizin və gücünüzün hesabına, amma elə bir ucalıq var ki, şəxsiyyət ucalığı. Uduzan idmançılar dünyada o ucalığı qazanıblar. Bayraq qədər ucadır. Bu da etika və mədəniyyət o şəxsiyyəti ucaldır. Mən bütün idmançılara şəxsiyyət ucalığı, bayraq ucalığı ilə bərabər şəxsiyyət ucalığı arzu edirəm. Və bu çox önəmlidir. Təşəkkür edirəm. Onda belə çıxır ki, bunlar həm də insanın öz daxili insafından asılıdır. Bilirsiniz, güc etikanın nə qədər
Doğrudur. İdman gücün yarışıdır. Düz demirəm, olimpiya ruhları var, digər idman növləri var, olimpiya daxil olmayan idman növlərində. Hamısında güc və iradənin nümayişidir. Bu yarışlarda qalanda çox gözəl olur. Lakin gücün arxasında ədalətlik və dəyər yoxdursa, o güc qorxuducudur və hücumçudur. Biz o gücü istəmirik idmanda. Biz qoruyucu, ədalətli, o gücü kim daşıyır? Ədalətli və dəyərə sadiq bir insandır. İdman onda çox yüksəlir. Yoxsa qorxuya çevrilə bilər. Düzdür, təşəkkür edirəm. Növbəti bir sualım var mənim üçün maraqlıdır. Biz həm də idmançı olaraq yarışlara gedəndə bir səyahət edirik də. Bizim orada yemək vaxtımız var, qalmağımız var, ümumiyyətlə yatmaqla bağlı. Orada digər bizim davranışlarımız var ki, bəli, bunlardan mütləq düşünürəm ki, etiket qaydalarına riayət eləməliyik də. Bundan bağlı xüsusi birisidə belə bir forma var, yoxsa... Əlbəttə ki, turizm, otellərdə davranış qaydaları sırası bitməz. Bu, təbii ki, sakitliyin qorunmasıdır. Telefonla səsli başqalarını narahat etmədən danışmasıdır. İdmançıların... Bunlar çox vacibdir, çünki düzdür, bizim idmançılarımız, üzr istəyirəm sözünüzü kəsdiyimə görə, bizim idmançılarımız olduqca mədənidir, mərifətlidir və hətta onların üstünə gedən rəhbər heyətdə, onlar da təcrübə olaraq bunları formalaşdırıb beyində. Amma bizim elə idmançılarımız, elə gənclərimiz var ki, bunlar, bu da sosial mühitdən asılıdır. Hələ ki, o yolları keçməyib, ona görə sizin bu cür gözəl çıxışlarınız nümunəvi, onlar üçün bir məktəbdir. Tövsiyə edərdim ki, idman məsələndə mənim müşahidələrimdən biridir ki, idmançı təbii ki, həyat tərzi idman olduğuna görə geyimi də idman tərzidir. Amma bəzi məkanlar var ki, orada dress code var. Məsələn, pencək geyilməlidir, şalvar və ayaqqabı, krasovka deyil. Bu məkanları da nəzərə alaraq, orada artıq dress koda uyğun digər klassik geyimdən də istifadə etsinlər. Müşahidəm var ki, bir çoxları artıq başlayıb o geyimi, amma əvvəllər gözəl bir axşam yeməyində, otelin ən gözəl restoranında idman paltarında enib yemək yemək doğru deyil. Görüntüləri biz görə bilirdik. Amma bugün görürəm və çox da istəyərəm ki, geyim mədəniyyəti, aidiyyatı olan yerlərə görə geyməyi nəinki idmançılar, hər kəs öyrənsin. Məsələn, black tie yazıblarsa restoran çox zaman bunu görməzdən gəlirlər, amma bu deməkdir ki, mütləq şəkildə kostyum geyinməlidir. Qadınlar da daha çox tünd əlbisələrdən istifadə etməlidirlər. White tie yazıblarsa, demək daha sərbəst, daha rəngli pencəklər geyinə bilərsiniz. Qadınlar da qara deyil, göy, ağ, digər açıq rəngli paltarlardan da istifadə edə bilərlər. Bunlar yazılır. Sadəcə bunu görmək böyük bir mədəniyyət tələb edir, oxumaq tələb edir. Düzdür, amma birdən burada fərqli məqamlar da baş verə bilir, çünki istisna hallar. Çünki biz idmançı olaraq yarışa gedəndə o qədər də bizim çox saylı paltar götürməyə bizim imkanımız olmur. Amma ən azı bir belə deyim də, bir dəst geyim götürmək olar. Bir dəst kifayətdir. Hər səfər üçün bir dəst kifayətdir. Və düşünürəm, ağ köynək və qara bir şalvar hər kəs öz çamadanına, öz çantasına yerləşdirə bilər. Digər sahələrdə təbii ki, idmançı olduqlarına görə və ədalətli, iradə gücü çox olduqlarına görə bəzən ətrafdakı hadisələrə biganə qala bilmirlər. Müəyyən bir digər masada bir hadisə baş verir və idmançı ayağa qalxaraq o ədaləti bərpa etmək istəyir. Bu məsələlərdə də sərhədli və daha çərçivəli olmalarını tövsiyə edərdim. Məsələn, çox gözəl nitq qabiliyyətlərini inkişaf etdirməyini istəyərdim. Danışdığım və dostluq elədiyim bir çox insanlar çox savadlı, çox dərin, öyrəndiyim məşqlər var. İradəsini necə gücləndirir bu insan, yıxılanda, ağrıyanda, çənəsi çıxanda, ayağı qırılanda, bu necə ayağa qalxır və növbəti həmləni rəqibə edə bilir. Bu böyük bir daxili gücdür. Mən də onlardan öyrənərək müəyyən bir texnikalara sahib oluram. Onu tətbiq edirik biz başqa yerdə iradəni tətbiq ehtiyacı olan insanlar üçün. Və bu idmançılarda amma fikirlərini ifadə edəndə qısa danışmaq çox da anlaşılan olmur. Və çox tövsiyə edərəm ki, bədii, qəliz kitablar oxusunlar. Məsələn, hər hansı bir işə aid, idmana aid kitab oxuyacaqlarsa və yaxud hər hansı bir idmançının həyatı onlara maraqlıdır, onu
ən qəliz versiyada, yəni çətin yazılan versiyasında qalan Akademik kitablardan versiyada, bəli. oxusunlar. Yoracaq beyni, məni də yorur akademik kitablar. Beyin elə bir haldır ki, yeni bir söz, yeni bir çətinliyə düşəndə, çözəndə bir məsələni çox xoşbəxt olur. Rahatlaşır, bəli. Dopamin, sizlə Dopamin yüksək olur, səviyyədə bəli. qalır, serotonin hamısı qalxır. Bu o qədər təbii dopingdir ki, insan yeniləndikcə beyin çox böyük həzz alır. Beyin yüngülləşdikcə də həzz alır. Biz daha çox öyrəşmişik yüngül məlumatlar alaq, beynimizi yormayan məlumatlar alaraq xoşbəxt olaq. Sadəcə elə xoşbəxtçilik bizi ağıllı etmir, amma digər də xoşbəxt edir. Bizi sadəcə biraz daha ağıllı edir. Ona görə biraz beynimizi yoraraq daha qəliz kitablar, daha maraqlı ünsiyyətlərlə özümüzü daha da inkişaf elətdirə bilərik. Siz çox gözəl məqama toxundunuz. Son vaxtlar belə bir fraza yayılır. Mənim üçün düzdür bu utopiyadır ki, insanlar, yəni konkret bir fikirdir ki, insanlar daha qısa danışmalıdır. Amma hərdən görürsünüz ki, hər hansısa bir idmançı dostum olur, bəlkə də baxır bura, amma adını demirəm. Çox qısa yazır, ya tutaq ki, hansısa bir işlə bağlı kim nəsə danışanda çox qısa yazır, o frazanı beyində tutaraq. Mən onlara izah edirəm ki, sizin fikriniz anlaşılmayan fikirdir. O fraza ona görə deyilib ki, çox qısa danışın, amma bitmiş bir fikri ifadə edərək. Doğrudur. Deyirəm ki, sizin cümlənizdə xəbər, mübtəda, bunlar heç birisi yoxdur. Məcburdur, üzr istəyirəm, qarşınızdakı insan sizə dəfələrlə bu sualla bağlı suallar verir. Anar bəyin bu etirazına uyğun olaraq mən bizim gözəl idmançılarımıza asan bir formula verim buradan. Ən danışmayan, lakin Tək fikrini idmançı deyil, bu bizim bir çox insanlarda görürsünüz, bu hadisə baş verir. Mən həmən yazıram ki, mütləq bitmiş bir fikri ifadə edərək qısa danış. Mən bir formula verim və bu formula ilə əlaqəli düşünürəm ki, hər kəs öz fikrini nə çox qısa, nə də çox uzun olacaq. Çünki razılaşaq ki, bəzən insanlar çox və mənasız danışa bilir. Nə mənada? 3 sözü ilə mənasını ifadə edə bilərkən daha çox sözlərdən istifadə edir. Sadəcə diqqəti özündə saxlamaqdan ötürü çox danışır. Az danışmaq da lazım deyil, çox danışmaq da. Bunun üçün rahat bir formula var. Buradan elə desəm hamı rahat yadda saxlayar. Məsələn, salam verin, təşəkkür edin, təşəkkürü başda eləyin. Təşəkkür edirəm mənə söz verdiyinizə görə, təşəkkür edirəm mənə vaxt ayırdığınıza görə, nə məqsədləndirsə. Salam, təşəkkür edirəm. Daha sonra dərhal mövzuya keçin. Mövzu bir cümlə ilə elan edilir. Mənim bu məsələm var. Mövzunu elan etdikdən sonra dərhal o məsələyə aid problemləri yazın. Bu mövzuya aid 1 və 2 nömrəli problem var. Problemi dedikdən sonra həll yolunu təklif eləyin. Həll yolundan sonra çağırış edin. Gəlin bunu birlikdə edək. Salam, təşəkkür, mövzu, problem, həll yolu və çağırış. Bunu elə bir sıra ilə öyrənsəz, bütün nitqiniz düzələcək. Məsələn, salam, təşəkkür edirəm mənə söz verdiyinizə görə. Etika Akademiyasının Şəki filialına xoş gəlmisiniz. Şəkidə turistlərin sayı çox olmasına baxmayaraq, ingilis dili bilən bələdçilərin sayı azdır. Həll yolu olaraq Etika Akademiyası ingilis dil kurslarını bələdçilər üçün açıq elan edir. Çağırış Ulu Öndər Heydər Əliyev demişkən, Şəki dünya mədəniyyətinin ocağıdır. Bu formula ilə təxminən adi nitqiniz edəcəksiniz. Mən qəssaba gedəndə də belə danışıram. Qəssaba tam anam üçün nəsə alacağam, ət alacağam. Deyirəm ki, salam, təşəkkür edirəm. Sadəcə mənə baxdığına görə. Dana ət alacağam. Mənim anam yağı sevmir, problem deyirəm. Yağlı ət yemir. Mənə yağsız yerindən zəhmət olmasa 2 kilo verin. Çağırışı da xidmətinizdən çox razı qaldım, təşəkkür edirəm. Yəni insanlarla hər kəslə bu ünsiyyət qısa, ərizə yazanda belə salamlaşın, insana ehtiramınızı bildirin, sizə dərin hörmətimi bildirərək bu mövzu ilə bağlı müraciət edirəm. Problemə keçin. Bu problemlərimizi sizə çatdırmaq istəyirəm. Həll olaraq xahiş edirəm ki, bu məsələləri həll edəsiniz. Çağırışda gözəl bir kompliment verərək edirsiniz. 3 dəqiqəlik də olsa qısa bir xarizmatik nitq formulası verdim. Əslində reklamlar hər gün bizə bunu satır. Məsələn, bu formulada problem və həll yolu ardıcılığı reklamlara baxsaz, dişiniz qanayır, bunu istifadə edin. Saçınız tökülür, bu məhsulu istifadə edin. Başınız ağrıyır, bunu için. Nitqdə də mövzunu elan etdikdə birinci problemləri deyin, daha sonra həll yolunu təklif edin. 3 addımdan qısa lakonik nitqə sahib olacaqsınız.
Çox gözəl. Günel xanım, siz danışdıqca mən baxıram ki, həqiqətən də bu bizim həyatımızın bütün istiqamətlərini əhatə edir də. Doğrudur. Etika qaydaları, Doğrudur. sonra etiketlər və mənim üçün çox maraqlıdır. Bu gün Azərbaycanda hər hansı bir tədris mərkəzlərində, ali tədris ocaqlarında bu etika fənni, Bəli. etika etiketləri də, belə deyək, etiketlər, bunlar xüsusi bir fən kimi formalaşdırılıb, yoxsa bunlar bir modul tipli hər hansısa bir fənnin daxilində keçilir, yoxsa necə? Universitetlərdə var. Düzdür, bizim illərdə arzumuz həm də məktəblərdə etika fənninin yaradılmasıdır. Tədris olunmuş Hal-hazırda mütləq lazımdır. bəli və biz hal-hazırda dərnəklər şəklində var ola bilirik məktəblərdə. Universitetlərdə isə bütün peşələrin etikası var. Sadəcə o etika peşə etikasına yönəlib, təbii ki, vicdanlılıq, ədalətlilik prinsipi və tarixə, Kant, Sokrat, Nəsrəddin Tusi bunlar barədə təbii ki, gözəl məlumatlar verirlər. Bundan o tərəfə irəlilənməyib illərdir. Bizim Etika Akademiyası bir çox institutlarla və beyin mərkəzləri ilə Amerikada, İspaniyada, Türkiyədə əlaqə saxlayaraq beyin alimlərin ixtiraları üzərinə yönəlib. Yəni insanın gözəllik anlayışına qarşı, sağlamlıq və mədəniyyət anlayışına qarşı olan reaksiyaları öyrənən xüsusi mərkəzlər var. Onların da adı da elədir, Neuroetika institutları. Məsələn, Amerika bir neçə il qabaq, mən onu müəllimin verilişində demişdim, bir 10 milyona yaxın nə qədər pul ayırmışlar. Keçən il də ayırdılar, Avropada ayırdı, Türkiyədə. Bir neçə milyonlarla pul ayırırlar ki, gələcəkdə süni intellektə qarşı dayana bilən insanlığın ən güclü alətlərdən biri, süni intellektdə olmayan alətlərdən biri insanın əxlaqıdır. Süni intellektdə əxlaq olmayacaq. Və biz əxlaqımızı o qədər qorumalıyıq ki, bu süni intellekti yaradaraq və idarəsi bizdə olaraq qeyri-qanuni, ədalətsiz bir qərarları maşının üstünə atmayaq. Aydındır, sizin cavabınız. Mən bu sualı niyə verdim? Sizlə mən danışdıqca, misal üçün də beynimdə belə təhlil edirəm ki, etiket qaydaları bu praktiki bir sahədə təcrübə hissəsidir. Bəli. Etikanın Göstəriş hissəsidir. Bəli, göstəriş həyatda tətbiqi hissəsidir. Etika fəlsəfədir. Bəli, amma universitetlərdə isə sadəcə bunun fəlsəfə şəklində və ya hər hansısa bir fənni inteqrasiya edərək, tutalım ki, götürək turizm sahəsində, turizm etikası, mədəniyyətə inteqrasiya, sonra pedaqoji sahəyə, sonra biznes yönümlü, bəli, bunlar hər hansısa bir sahələrə inteqrasiya olmuş halda blok olaraq tədris olunur. Amma sizlə mən danışanda mən görürəm ki, sizin akademiyanızda daha fərqli tətbiqi hissəsi görsənir. Tətbiqi hissə, fəlsəfə və alimlərin isbatı ilə əlaqəli olan birləşimdən ibarətdir. Məsələn, biz yeni nəslə sən belə oturmalısan deyə bilmərik. Mütləq şəkildə izah verməliyik. Və bir gəncə deyəndə ki, sən əgər yeriyərkən düz yeriyirsənsə, qamətin düz yeriyirsənsə və beyin alimlərinin isbatını da deyirsən ki, bu beyində bu hadisələr baş verir, sənin onurğandan bu qədər enerji gedir və qan dövranı gedir, ilik sümüyü, bu izah etdikdə və qamətin düz olanda sənin beyninə həmişə doğru qərarlar gəlir. Sən bu qaməti əyəndə sənin aldığın qərardan özün də şübhələnməlisən. Çünki qaməti düz olmayanda oksigen çatışmamazlığı bir çox digər proseslər eləyir. Və insan hadisəni olduğu kimi görə bilmədiyinə görə ona da doğru reaksiya verə bilmir. Mən niyə qızlar, qadınlar məsələn zərafətlə bu çayı içməlidirlər? Bu hər dəfə zərafət zərafətli hərəkətlər daxildə məlahətin itməsinə icazə vermir. Qadının gücü məlahətindədir. Çünki məlahət şəfa hissəsinə bağlıdır. Hər bir qadın əslində şəfaçıdır, həkimdir evin. Və onun səsi, onun davranışı çöldən gələn ərinə, çöldən gələn uşağını yaraları sarmaq və sağalmaq hissəsidir. Və bizim qadınlarımızın əksəriyyəti bu şəfa hissəsini itiriblər. Nə özləri də xəstələniblər. Çünki məlahət gedib. Məlahətli olmağın bir çox nüansları var. Və bu sahədə biz çox çalışırıq ki, qadınların davranışlarında astalıq, qolları
adi bədənə yaxın qolunanda qadında sivri sözlər ağlına gəlmir. Eyni qadındır. Əli biraz aralıdır, çox belə kişi sayağı danışır. Eyni qadını əlini bağlayan bədəninə yaxın və əllərini qarın nahiyəsinə bağlayan nitqində çox daha zərif sözlər çıxacaq. Bu beyindir. Görürsüz, bizim hərəkətlərimiz çöldən bizim fikirlərimizə təsir edir. Bu elmlə biz yeni nəslə, gənclərə inandırmağa çalışırıq ki, kim olmaq istəyirsən, bir var kimi görsənmək istəyirsən, bir də var görsəndiyin kimi həqiqətən olmaq istəyirsənsə, bunu yalnız cəmaət içində deyil, tək qalanda da elə və sənin gülümsəməyin, sənin alicənablığın çox təbii hala minəcək. Gürək xanım, çox bir gözəl məqama toxundunuz. Biz bilirik ki, həm də arzumuzdur ki, xanımlarımız həqiqətən zərif, axıcı davranışlar göstərsinlər cəmiyyətdə. Amma bəzən görürsünüz ki, hər hansısa bir xanım qarşındakı bəylə danışanda güya ki, özün yaxşı şəkildə ifadə edir, göstərir. Qeyd edir ki, mən elə belə xanım deyiləm, mən kişi kimi qadınam. Kişiyəm, yəni hərdən belə bir halla mən rastlaşanda mən ona geri dönüş o sualla edirəm ki, təsəvvür edin ki, sizin qarşınızdakı bəy özünü doğrulatmaq istəyir və sizə deyir ki, mən elə belə kişi deyiləm, mən qadın kimi kişiyəm. Deyirəm, həmən zaman o sizin gözünüzdə necə görsənir? Deyir ki, çox pis, çox bərbad. Deyirəm, eyni ilə də siz kişinin gözündə çox bərbad görsənirsiniz. Bax, sizin bayaqki çıxışınız az öncəki çox yerinə düşdü ki, həqiqətən qadın kimi görsənməsi, kişinin kişi kimi görsənməsi, bu da elə davranışların, vizual davranışlara dəlalət edir. Mütləq biz buna riayət eləməliyik, mənə görə. Bilirsiniz, alicənab və yaxud da kübar xanım öz rollarını düzgün ifadə eləyəndə nə qadın stresli olur, nə də ki, kişi qadın sayağı olur. Bunlar bizdən asılı deyil. Dünyanın xaosun gətirdiyi qarışıqlıqdır. Məsələn, xaotik geyimlər, oversize, yəni özündən daha iri geyimlər, oğlanla qızın geyimlərin eyni məkandan artıq satılması, məsələn elə uni geyimlər var ki, həm kişi geyinə bilir, həm qadın, ətirlər belə başlayıblar uni eləməyə. Bu bizi çaşdırır və beynimizi qarışdırmaqdan ötürüdür. Mən həm ailələrə tövsiyə edirəm, qızları, qadınları daha çox ətəklə geyindirsinlər. Oğlanları da daha düzgün şalvar ölçüləri ilə, yəni dar olmayan, daha enli, daha səlqəli şalvar geyindirsinlər. Baxın, geyim deyib keçməyin, çox önəmlidir. İnsan geyimdə özünü çox maraqlı hiss edir. Adi kablukda olan qadınla eyni qadını idman ayaqqabısına keçirdin, yeriş dəyişilir, əda dəyişilir. Biz kablukda, hündürlükdə biraz daha fərqliyik, daha incəyik. Sport ayaqqabıda, idman ayaqqabısında daha rahatıq. Siz kostyumda daha alicənab olursunuz, amma daha ev geyimində daha bəlkə də bir-iki xırda kobudluğa belə icazə verə bilərsiniz ki, dedim də. Yəni geyim bizim rahatlığımıza, daxili mədəniyyətimizə çox təsir eləyir. Buna görə də bunlar hamısı baxsaq ki, geyim də önəmli deyil, hərdən danışırlar, çox önəmlidir. Onsuz da önəmli olmasaydı, bu qədər uni geyimlər, yəni kişi qadının birlikdə geyinəcəyi geyimlər bazara daxil olmazdı ki, bizim bütün ruh halımızı qarışdırsınlar. Kişinin, Nəsrəddin, özümə güvənməyəcəm, amma Nəsrəddin Tusiyə çox güvənirəm mən. Nəsrəddin Tusidən misal gətirəcəm, onun fikrini sizin sualınıza cavab olaraq gətirəcəm. O deyir ki, mərd kişi, alicənab kişinin çox özəl bir xüsusiyyəti var, fərqləndirən digər kişilərdən. O da mənim üçün çox qəribə gəlmişdi, kişinin gücə və mərhəmətə sahib olması da eyni anda güclüdür və mərhəmətlidir. Qadına isə iki güc çox güclü edir və kişini diz çöktürür o qadın qabağında. Hətta. Bəli, onun demək mədəniyyəti, nəzakəti, çünki nəzakət ağlın nümunəsidir. Onun nəzakəti və onun qadının xidməti. Xidməti ailəsinə, uşağına, özünə, baxın, başqasına xidmət qul kimi demir. Yəni, bir insana özümə xidmət eləməkdən ötürü mən nə qədər savadlı olmalıyam ki, bilim ki, saçım necə edim, təmizliyimə necə baxım, geyim, hansı krem üstümə vurum, bu mənim dərimə xeyirlidirmi, ziyandırmı? Bu tərəflərimizi biz itirmişik.
Qadınlar xidməti ancaq çölə pul qazanmaqcan ötürü xərcləməyə başlayıblar. Kişilərdə mərhəmət, güc varsa mərhəməti itiriblər. Mərhəmətli kişilərdə də bəzən güc sahibi ola bilmirlər. Bu qarışıqlığı düşünürəm ki, Azərbaycan çox gec daşıyır. Biz tam itirməmişik. Bizdə %70, %80 sağlam cəmiyyət var və cənab prezident də dəfələrlə vurğulayıb ki, bizdə cinsi ayrım dəqiqdir və biz başqa cür fikirlərə heç bir zaman ölkədə yer verməyəcəyik. Günel xanım, sizcə bunlar həm qadının, həm bir kişinin eyni işlə məşğul olmasına dəlalət etmir? Tutalım ki, əvvəllər statistik götürsək, Azərbaycanda qadınlar üçün iş yeri kişilərə baxanda çox aşağı idi. Misal üçün, xanımlar üçün iş 20-30% nəzərdə tutulmuşdu. Rəsmi, qeyri-rəsmi fərq eləməz də, kişilər üçün isə 70%, 60% belə çox böyük fərq var idi. Amma indi bunlar əksinədir bunlar. Çünki bütün işlərə demək olar ki, xanımlar 90% işlərə inteqrasiya edibdir. Hansı ki, o işlə kişilər də məşğul olur, artıq xanımlar da məşğul olur. Güc strukturunda və başqa fiziki güc tələb olunan işlərə baxırsınız ki, orada artıq xanımlar da çalışır. Sizcə bu xanımların o xanımlıq performansı var da, Bəli. pozmur və onları həmən bu kişi kimi davranmağa Belə deyə bilərəm. Biz biraz bu tam etikaya aid sual deyil bu. Mən burada hüquqşünas kimi cavab verə bilərəm sizə. Öz ixtisasım olaraq cavab verə bilərəm. Statusumu dəyişərək gender bərabərliyi üzrə də təlimçi vaxtı ilə olduğuma görə belə deyim. Yəni gender cins bərabərliyi deyil, imkanlar bərabərliyidir. Yəni bəzən səhv düşürlər. Qadınla kişi bərabər deyil, sadəcə hər ikisinə bərabər imkanlar tanınmalıdır. Oxumaq, yaşamaq, seçmək. Lakin belə deyim, bir çox təcrübə hal-hazırdakı onu göstərir ki, faktdır. Qadınların rəhbərlikdə, dövlət qurumlarında olduğu ölkələrdə 100 ildən çoxdur müharibə yoxdur. Çox gözəl də inkişaf var və orada qadınlar və uşaqlar çox inkişaf ediblər. İxtiraçıların mərkəzidir. Kişilərin olduğu məkanda daha çox döyüş, müharibənin daha çox olduğu məkanda, bu da təbii haldır. Çünki qorumaq və ya hücum taktikası lazımdır. Düşünürəm ki, biz artıq keçmişdən danışmayaq. Çünki keçmişin nəticəsidir ki, bugün qadınlar işləyir. Bugün qadınlar çörək yeyib, əvvəllər hər bir kişiyə ayıb olardı həyat yoldaşını çörəksiz qoysun. Ayrılsalar belə hər zaman ona baxardı. Bugün amma əfsuslar olsun ki, məhkəmələrdə başqa proseslər olur. Övladı olsa da belə qadına bir ev belə vermək istəmir. Yəni bunları nəzərə alaraq qadın da öz çarəsini artıq əvvəlki kimi böyük bir əməyə, qüdrətə etibar eləmir, özünə etibar edir. Bir tərəfdən kişilər də bizi sarsıdıb, güvənimizi ki, biz heç nə eləməyik, ancaq sizin ümidinizə qalaq. Onu tam doğrultmadı müasir kişilər. Biz də təbii ki, övladımızı oxuturmaqdan ötürü, onları böyütməkdən ötürü hər işə, yəni çöl işinə əl atmağa çalışdıq. Digər tərəfdən də qadınlara buradan müraciət edirəm, özüm də daxil olmaqla, çünki özüm də o yolu keçmişəm. İşləmək nə qədər gözəldirsə, o 6-dan 7-dən sonra 7-yə kimi kişi oluruqsa da, 7-dən sonra mütləq şəkildə qadın obrazımıza qayıtsaq, çox daha həyatı dolu-dolu yaşamış olacağıq. 7-dən sonra evə gələrkən kişi olmağı, yəni pul qazanmışıq, bunu gətirmişik evə, bunu buraxsaq, sadəcə qadın olaraq var olsaq, o harmoniyanı qorumuş ola bilərik. Məsləhətim bir dənə bundan ibarət ola bilər. Çox gözəl mövzulara toxunursunuz. Düzdür, biz ana mövzu idmanı seçmişik, amma nəzərə alsaq ki, bütün idmançılar da insandır, cəmiyyətin bir üzvüdür. Ona görə də həqiqətən sizin bu mövzulara toxunmağınız, həm də ki, bizim kifayət qədər artıq xanım idmançılarımız var. Ümumiyyətlə, sizin bu nümunəvi çıxışınız, çağırışlarınız cəmiyyət üçün məncə çox yararlıdır. Doğrudur. Qadın idmançılarımızı mən həmişə xəyal edirəm və çox istəyirəm ki, onları bizim ailə zorakılığı görmüş qızlara nümunə olaraq olsunlar. Çünki onlar özlərini qorumağı öyrənməlidirlər. İndi bizdən Azərbaycana aid deyil yalnız bu, bütün dünyada bir qadın özünü müdafiə etməyi yalnız hüquqi cəhətdən deyil, bəzən fiziki cəhətdən də hazırlıqlı olmalıdır. Bu nöqteyi nəzərdən də mənim çox gözəl tanıdığım olimpiya çempionu qadınlarımız, qızlarımız da
fərqli nümunədirlər ki, bir qadın həqiqətən necə rəngli ola bilər. Lazım olar evdə bütün ailə xidmətini görər, lazım olsa da həyat yoldaşına bir şey olsa, nə bilim, başına bir iş gəlsə, öz ailəsini əri qədər, qadın qədər də qoruyar, atına minər, tüfəngin götürər, düşməni qoymaz evə girsin. Bu da türk qadınların, Azərbaycan qadınların fərqidir biraz. Biz həm maşın sürə bilərik, həm evdə gözəl bir xörək də bişirə bilirik. Xarici ölkələrdə bu tam ayrılıb. Bizdə sadəcə ikisini birlikdə daşımağı öyrənmişik ki, həm evimizdə xörəyimiz də olsun, amma atımızı da, yəni arabamızı da sürə bilək. Nəsə lazım olsa evin ehtiyaclarını başqa yollarla deyil, təmiz əməyimizlə ödəyə bilək. Çox gözəl. Günel xanım, mənim üçün bir məqam da maraqlıdır. Hərdən baxırsınız ki, sosial şəbəkələrdə biz şahidi oluruq, təbii ki, biz bunun içindəyik, amma siz də yəqin ki, idmançı dostlarınız var, olsun. Bəli. Sosial əlaqələrdə var, təbii ki, bunlar. Görürsünüz ki, idmançılar, hər hansısa bir idmançı daha çox sərt davranış, aqressiya nümayiş elətdirir. Onun altına yazılan kommentlərə də baxırsınız ki, insanlar narazıdır həmən şəxsdən və ya ən yaxşı halda heç kim komment bildirmir, amma arxa fonda hər kəs narazıdır o insandan. Ümumiyyətlə, mənzərə necə görürsünüz? çox gözəl məqama toxundunuz Anar bəy. Əslində istər idmançı olsun, istər siyasətçi olsun, istər müəllimə olsun, heç aqressiya hər zaman qınağa səbəb olmalıdır. Yəni aqressiv hərəkətlər, rəqəmsal dünyada hər hansı bir həddə qorxu olan ısmarıcılar doğru deyil. Və cəmaatın da əgər xalqın buna reaksiyası varsa, bu düzgün reaksiyadır. Bəzən isə mənim sevmədiyim bir tərəf var. Bizim gözəl idmançılarımızı filmlərdə ya kinolarda ya da ki müəyyən görüşlərdə qoruyucu, çox daha orta təfəkkürlü bir insan olaraq ortaya çıxardırlar filmlərimizdə. Yəni ki, çox savadlı deyil, ancaq dalaşa bilir, davaya aparanda döymək üçün aparmaq lazımdır yanımızda, qorxutmaq üçün kimisə və bu filmlərdə yer alır. Sizcə günahkar kimdir burada? Təbii ki, bu günahkar deməyim, amma ümumiyyətlə bütün proseslərdə həm idmançı buna razı olmamalıdır. Həm təbii ki, dəvət edən şəxs də daha akademik və mədəni düşünməlidir ki, bu idman bayraq qaldırıb. Və bunu biz ən ağıllı və ən təfəkkürlü şəkildə ortaya çıxartmalıyıq. Uşaqların idmana getməməsi böyük bir problemdir. Məktəblərə gedirəm, idman dərsinə çox zəif gedirlər uşaqlar. Amma bizim vaxtımızda biz nəticələr verirdik, qaçış üzrə, tullanma üzrə, əməlli başlı ciddi idmanla məşğul idik. İndi elə deyil, məsələn. Dünən bir maraqlı status oxumuşam. Sizin o mövzuya qayıdacağım ora. Maraqlı bir status oxumuşam, satirik orada. Bir nəfər yazıb ki, nəzərə alsaq ki, bugün daha çox idmançılar və musiqiçilər imkanlıdır, varlıdır. Bir çox insanlar elə görür də. Demək ki, orta məktəblərdə ən vacib dərs elə nəğmə dərsindən idman dərsidir. O şəkildə onu qeyd ediblər. Həqiqətən də bizim idmançılar varlı deyil. Mən varlı idmançı görməmişəm Azərbaycanda. Mən görmüşəm biznesmen insanlar, onlar da çox böyük əziyyətlə o bizneslərini yürüdürlər. Təbii ki, dövlət mükafatları var, onların fanatlarından onlara dəstək ödənişləri var, ola bir hədiyyələr var. Amma bizim varlı, dünya çapında məşhur olan bir idmançımız əfsuslar olsun ki, hələ ki yoxdur. Bunun məsələsinin səbəbi, yenə də biz qayıdacaq bəlkə də o məktəbə, akademiya, universitetlərə, hər bir yetişdirən federasiyalara yalnız idmanı texniki bacarıqlardan deyil, biraz da biliklərlə, bu idmandan sonra uşağı hazırlaşdırmaq lazımdır. Nə ilə məşğul olmaq istəyəcək? Bizneslə məşğul olacaqsa, ona satış deməli bacarıqlarını, ona təqdimat bacarıqlarını öyrətmək lazımdır. Nitqi öyrətmək lazımdır. Yəni insanlar travma ala bilir idmanda. Daha sonrakı həyatı sadəcə verilən müəyyən bir yardımlara əsaslanmamalıdır. Yalnız idman bilirsiniz ki, çox peşəkar idman insanı axıra qədər sağlam saxlamaya bilər.
Bu nöqteyi nəzərdən paralel getməlidir. Bir idmançının sizdə də hamımızda ikinci təhsil var. Mən onu müşahidə eləmişəm. Amma bizim kimi bu sadəcə teoretik təhsildir. Həqiqətən tətbiqi təhsil. Yəni tətbiqi bunu açacaq, işlədəcək, bu restoratordur, bu idmançıdır, bu klub menecerdir, bu koç olacaq, təlimçi zalların açacaqdır və yaxud da onun arxasınca şəxsi brendingi düzgün qurulur. Ən böyük təlimlərdən biri düşünürəm ki, bugün idmançılara veriləcək şəxsi brendin qurulması yolunda olan təlimçilərin cəlb edilməsidir. İnsan gedir qalibiyyət əldə eləyir və yaxud da etmir, sadəcə gözəl taktikalar bilir, indi hər dəfə də olmur. Bu insanın davamiyyətini şəxsi brendləşmə təlimləri ilə olmalıdır. Bu mütləq şəkildə arxasınca brendlərin qaçması, reklamlara çəkilişi və məhsul istifadəsi üçün ödənilən pullar, bu televiziya verilişlərində gətirilən rəylər, bu böyük bir kampaniyaların uşaqlara dəstək, qan vermə, qan alma, uşaqları məktəbə aparma, idmana çağırış, böyük bir sağlam çağırışlar, doğru içkilərin təqdimatı, təbii suların reklamları, bunların hamısına idmançıları cəlb etməliyik. Diş təmizliyi olsun, sağlamlıq check-upları olsun. Bunlar reklamların idmançıların arxasınca getməməsinin səbəbləri var. Ona neçə krat çempiondur, dünyanı fəth eləyib, amma bir dənə böyük layiqli bir şirkət arxasınca mənim geyimimi geyin deyə bilmir. İnsan dünyanı fəth eləyib 3 dəfə, 5 dəfə. Amma dünya brendləri, markaları mənim köynəyimi geyin dalınca düşməyib. Bu bizim üçün böyük bir sualdır. Və bu mənim gəldim şəxsi subyektiv qərar da ola bilər, obyektiv olmasın. Amma bütün tədris ocaqlarında balaca uşaqlardan başlayan uşaqları idmana şəxsi brendləşmə ilə bağlı, satışla bağlı, nitqlə, həyat davranışı ilə bağlı nümunəvi təlimlər keçməlidir. Çünki brendlər gəlir yalnız qalibiyyətə yox, həyat tərzinə, danışıq mədəniyyətinə və onun dünyaya verəcəyi töhfəyə və əsaslı şəkildə dünyaya verəcək töhfə çağırışları olmayan, olsun 5 krat, 7 krat çempiona, o dünya brendləri, çünki onlarda dəyər yalnız qalibiyyət üstündə deyil. O biri meyarlar ödənilmədiyinə görə o idmançının o təklif gəlmir. Gülər xanım, bax bilirsiniz, bir məsələyə toxundunuz siz. Həqiqətən federasiyalarda bunları tətbiqi lazımdır, ancaq mütləqdir. Mən özüm də federasiyada uzun illər bir neçə federasiyada həm baş məşqçi qismində, həm də ki federasiyada menecer idarəçi qismində fəaliyyət göstərmişəm. Çox təəssüf ki, aydın məsələdir ki, biz menecerlər həm də ki idmançı olmaqla yanaşı federasiyaları sosial institut kimi araşdırırıq. Onun iqtisadi aspektlərini, mədəni, sonra olsun turizm sahəsi, sonra hüquqi tərəflərini araşdırırıq və hər hansısa bir suallar çıxır ortaya. Misal üçün, mən düşünürəm ki, idmançıları sosial tərəfdə yanaşsaq, sosiallaşdırmaq lazımdır. Misal üçün, onları hər hansısa bir şirkətlərlə əlaqə yaradıb, ünsiyyət yaradıb onları, ödənişsiz və ya ödənişli. İndi aydın məsələdir ki, qeyri-olimpiya növü üzrə fəaliyyət göstərən federasiyalar və bunlar bizim yaralı yerimizdir. Onların maliyyə dayanıqlığı o qədər güclü deyil. Və ona görə də sağ olsun, müəyyən şirkətlər, müəyyən akademiyalar elə içi-siz olmaq şərti ilə çox vaxt pulsuz, təmənnasız olaraq eğitim verirsiniz və onların ora cəlbi də bir qədər çətindir. Yəni, insanlar özləri də istəmir və sonra da biz şikayətlənirik ki, niyə idmançıları cəmiyyətdə o qədər də savadlı bir şəxslər kimi qəbul etmirik. Misal üçün, mən onu özümdən götürürəm. Bu biraz, bilmirəm, təkəbbürlük çıxar, yəni necə. İnanmıram, çox biraz sahə olar ki, mən o sahədə nəsə oxumayım, mütəxəssis deyiləm. Amma olsun, iqtisadi tərəfdən olsun, sosial, hüquqi tərəfdən olsun, idman öz sahəmizdeyiz. Mən rahat danışa bilirəm və bir neçə təhsillərim var, bir neçə kitablar oxumuşam, 100-ə yaxın və özüm də artıq kitabım var, 30-dan çox elmi əsərim var. Maşallah. Və bunlar öyünmək deyil mənim üçün, amma bunlar icazə verir ki, mən istənilən şəxslə söhbət edə bilim, hər hansısa bir mövzuda danışa bilim. Və bunu mənə heç kim deməyib ki, et. Bunu niyə özümlə misal götürürəm? Çünki mən idmançıyam, idman təmsilçisiyəm.
Və qarşımda da mən tələbələri görəndə və idmançı dostlarımı görəndə mən həmişə onlara məsləhət görürəm ki, mütləq elə etməlisiniz ki, baxın, bayaq sizin dediyiniz kimi, təkcə sizi idmançı kimi, davaya gedən şəxs kimi, bayraq qaldıran şəxs kimi yox, həm də sizi bir sosial insan kimi insanlar araşdıra bilsin. Sosial şəxsiyyət kimi insanlar sizi araşdırıb, hər hansısa bir idman tarixindən sonra, statusundan sonra, idmançı statusundan sonra sizdə müəyyən bir yaş dövründən sonra artıq boşluq yaranır. Doğru şəkildə desək, hər hansısa bir dostumuz, biznesmen dostumuz hər hansısa bir işi bizə həvalə edə bilsin. Yəni, bunlar üçün idmançı mütləq özünü düşünürəm ki, inkişaf elətdirməlidir. Doğrudur. Mənim tanıdığım çox gözəl, savadlı insanlar var və idman sahəsində sizin qədər, bəlkə də artıq, bəlkə əksik özlərini çox yüksək gəlişdiriblər. Az deyillər, amma çox da deyil. Mən çox gözəl bizim çempionumuz Fərid Mənsurovu deyə bilərəm, Rəsul Cunayevi deyə bilərəm, Fəridə xanımı deyə bilərəm. İndi adını çəkib çəkməyəcəyim bir çoxları var ki, mən onlarla danışanda dərakələrinə, savadlarına çox sevinirəm, heyran oluram. Fərqli bir yanaşmaları var, çox da öyrənirəm. Lakin bu çox olmalıdır və düşünürəm ki, məcburi olmalıdır. Heç bir uşağı riyaziyyat fənnindən balaca vaxtda soruşsaz, deyəcək mən getmirəm, maraqlı deyil. Fizikaya gir deyəndə deyəcək mən istəmirəm, məcburidir, gedir. Baxın, etikada ona görə fən olmasını biz can atırıq ki, məcburi olmalıdır. Siz uşaqdan, böyükdən soruşsaz, deyəcək vaxtım yoxdur. Amma məcburi biliklər var. Necə vurma cədvəlini hər kəs məcburi bilməlidir. Salam vermək mədəniyyətini, onurğa olaraq qaməti düz durmağı, insanları xətrə dəymədən tənqid etmək bacarığına, savadına malik olmalıdır. Təhqirlə tənqidi ayıra bilən məşqçilər istəyirəm mən. O məşqçilər çox gözəl texnika öyrədir uşaqlara, amma elə bəzən qəlb qırır ki, uşaq travmatik olur. Deyir, bir söz deyə bilmərəm, mənim məşqçimdir, məni çempion eləyib. Amma siz bilirsiniz, onun kobud davranışı, amma mütəxəssisliyi çempion eləsə də, sadəcə kobudluğu isə qəlb qırıb, bu yenə də %100 nəticə deyil. Tənqidlə təhqiri ayıra bilən bir mədəniyyət, yaltaqlıqla tərifi ayıra bilən bir xoş söz və insana gərəkli sözü gərəkli anda deməyi və bəzən də susmağı öyrənən böyük bir ağıl gözəlliyi tələb edir. Bu bir illə olmur, 3 dərslə də olmur. Bu illərlə formalaşır və bu etika fənni, etiket qaydaları hər bir böyüyün, kiçiyin ayda bir dəfə, ayda 2 dəfə vacib meyarlarından biri olacaq. Niyə indi vacibdir? Əvvəl yox. İndi mədəniyyətsizlik üçün ətraf cəmiyyət, xüsusi qurumlar, yəni dünyada belə deyim, qurumlar hər şey edir ki, bizim insanlığımızı tamamilə əlimizdən alsınlar. Və biz bunu sizin kimi, bizim kimi insanlar övladlarımıza bunu köçürtməyi, ötürməyi icazə verməməliyik. Azərbaycan çox qədim mədəniyyətə sahibdir. Bizdə olan könüllülük, bizdə olan yardımlılıq, bizdə olan insaniyyət günü bu gün də dünyaya nümunədir. Bunu qoruyub saxlamağı çağırıram və bunun akademik təhsilini almağa dəvət edirəm. Çox maraqlıdır. Yeni etika, yeni vərdişlər, yeni dünyada, bu xaoslu dünyada özünüzü və övladlarınızı necə sağ, mənəvi cəhətdən dəyərli saxlaya bilərsiniz. Günel xanım, sizlə bugün çox maraqlı söhbət Təşəkkür elədik. edirəm. Həqiqətən bütün mövzulara toxunduq. Təşəkkür edirəm. Ailə məişət mövzuları, Doğrudur, idman, bütün sahələrə toxunduq və çox sağ olun ki, bugün gəldiniz. Çox maraqlı söhbət elədik, mövzulara toxunduq. Mən də sizdən bugün çox şeylər öyrəndim. Təşəkkür edirik sizə, var olun. İnşallah gələn verilişlərdə də sizdən mütləq biz görüşəcəyik. Mən təşəkkür edirəm. Sonuncu bir cümlələ hər kəsə müraciət edərək sağollaşmaq istəyirəm ki, nəzakət ağlın nümayişidir. Hər zaman nəzakətli olaq. Çox sağ olun. Sağ olun, əziz dostlar. Bugünkü mövzumuz etika və etiket qaydaları haqqındaydı və gələn dəfə başqa bir mövzu ilə qarşınızda olacağıq. Sağ olun, hələlik.